Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi isti havalarda əsl yerinə düşən dondurmadan meyvəli desert hazırlayacağam. Bunu necə hazırlayıram? Buyurun, izləyin. Asan və tez başa gələn çox dadlı bir desertdir. Nə edirəm? 2 ədəd dondurma götürmüşəm. Mən bu dondurmadan istifadə edəcəm. Fərqi yoxdur hansı dondurmadan istifadə edirsiniz. 2 ədəd dondurmanı doğrayacağam. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Gördüyünüz kimi dondurmanı bu formada doğrayıram. Mən 3 nəfərlik desert hazırlayıram. Əgər siz daha da artırmaq istəyirsinizsə, həm meyvələri, həm də dondurmanı artıra bilərsiniz. Dediyim kimi dondurmanın fərqi yoxdur. Mən də evdə bu dondurma olduğu üçün bundan istifadə etdim. Dondurmanın hamısını doğradım və keçirik meyvələrimizə. İlk öncə bananı doğrayıram. Banan gördüyünüz kimi dəymişdi. Banan dəymiş olanda şirin olur. Buna görə də dəymiş banan seçmişəm. Bananı da xırda-xırda doğrayıram. Və keçirik çiyələyə. Çiyələyi də xırda-xırda doğrayıram. Çiyələyi də hamısını doğradım və qabımıza əlavə etdim. Və 3 ədəd bu formada şokoladım var, meyvəli şokolad. Bunu da doğrayıb əlavə edəcəm. Şokoladın da fərqi yoxdur, hansı varsa onu əlavə edə bilərsiniz. Ərzaqlarımızın hamısını doğradıq və bunları yaxşı-yaxşı qarışdırıram. Dediyim kimi asan və tez hazır olur, artıq hazırdır. Və bunu qablara servis edirəm. Mən 3 nəfərlik hazırladım. Siz əgər 4, 5, 6 nəfərlik hazırlamaq istəyirsinizsə, meyvələri, dondurmanı artırıb hazırlaya bilərsiniz. Artıq gördüyünüz kimi desertimiz hazır oldu. Üzərinə biraz dadlı olsun deyə qoz rəndədən keçirib əlavə edirəm. Və dadına biraz da dad qatmaq üçün damla şokoladım var, onu da əlavə edirəm.
Gördüyünüz kimi bu qədər asan, tez başa gələn dondurmadan desertimiz hazır oldu. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun.